Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya dərsi ilə bölmə 6.2 Azıq mağarasından alov güllələrinə mövzusunu izahına baxacağıq. Gəlin vaxtırmadan mövzusuna tanış olaq. Azərbaycan qədim insan məskənlərinin olduğu ölkədir. Ölkə hər tərəfindən insanların məskunlaşma mərkəzi yarandığı təxmin edilir. Buna tədricən əhalinin sayının və yaşayış məntəqələrinin artması səbəb olmuşdur. Demişdik ki, ölkəmiz necə bir yerdir. Dedik ki, qədim insanların məskunlaşma ərazisidir. Baxın, dedik ki, necə yerdir? Qədim insanların məskunlaşma ərazisidir. Yəni, ölkənin hər tərəfində insanlar məskunlaşmışdılar. Buna tədricən əhalinin sayına və yaşayış məntəqəsinin artmasına da səbəb olmuşdur. Yəni, dedik ki, səbəb-nəticə əlaqəsi nə oldu? Yəni, qədim insanlar Azərbaycanda məskunlaşmışlar və bu nəticəsində də ölkəmizdə əhalinin sayını və yaşayış məntəqəsinin artmasına səbəb oldu. Yəni, nəticəsi nə oldu? Əhalinin sayının artması və yaşayış məntəqələrinin artması olmuşdur. Qobustan dünyada və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada insanlar qəbilə şəklində yaşayırlar. Hazırda tarix qoruğu yerləşdi Qobustanda. Qobustanda tarix qoruğu yerləşir, yəni ərazini qoruyurlar və bura hər il çoxlu turistlər gəlir. Məşhur Norveçli səyyah Tura Heydal Qobustanda olarkən buradakı qayaüstü rəsmlərin oxşarlığı Norveçdə də olduğunu bildirmişdir. Yəni deyək ki, Qobustan necə bir yerdə Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Yəni burada insanlar qəbilə şəklində yaşayırlar. Yəni B şəklində də görürsünüz. Qobustan harada yerləşir? Abşeron yarımadasında yerləşir. Yəni A şəkildə baxsaq görərsiniz, yəni 4-də yerləşir. Sonra davam eləyək. Hazırda bura qoruq olaraq qorunur və ildə minlərlə turist gəlir, yəni çoxlu turist gəlir. Məşhur Norveçli səyyah Tura Heydal da Qobustanda olarkən buradakı qayaüstü rəsmlərinin oxşarlığının Norveçdə olduğunu bildirmişdi. Dedik ki, qayaüstü rəsmlər Qobustandakı oxşar qayaüstü rəsmlər harda var? Dedik ki, Norveçdə mövcuddur. Bunu da kim demişdi? Norveçli səyyah Tura Heydal demişdi. Sonra gəlin fəaliyyət suallarına baxaq. Mətnə A və B şəkillərinə əsas sualları cavablandırın. Baxın, bu bizim A, bu da bizim B şəkilimiz. Azərbaycan qədim məskənlərinin olmasını nə ilə izah edə bilərsiniz? Azərbaycanın qədim məskənlərinin olmasını ərazinin və iqliminin məhsuldar olması və insanların yaşayışı üçün uyğun olmasıdır. Siz bunu tarix dərsində keçmişsiniz. Yəni Azərbaycan məskənləri haqqında və mağaralar haqqında. Sonra B-yə baxaq. İnsanlar azlıqdan digər əraziyə yayılması nə üçün baş verdi? Azıq mağarası fikir verirsə, baxın, burada Xocavənd rayonunda yerləşir. Bunun səbəbi nə ola bilərdi? Təbii ki, insanların sayı artırdı və maddi və təbii ehtiyatları çoxalırdı. Bunun səbəbindən də insanlar yeni məhsuldar ərazi axtarmağa başlamışdı. Sonra C-yə baxaq. Azıqdan sonra insanlara yayıldığı məskənlərin artıcılığını sadalayın. Azıqdan sonra fikir verirsinizsə, birinci azıq, sonra gəlir Qazaxda daş sallaqlı, ondan sonra gəlir Naxçıvanda qazma, sonra Qobustan, Abşeronda Qobustan və Lerikdə də Buzyer mağarasıdır. Fikir verirsinizsə, xəritələrdə də qeyd olunur rəqəmlərlə. Sonra D-yə baxaq, görək D-də nə deyir? D-də deyir ki, A xəritəsində verilmiş məskunlaşma mərkəzlərinin mövqeyi haqqında nə demək olar? A şəklində məskunlaşma ərazilərini görürük ki, məsəl üçün Azıq mağarası, sonra 2-də daş sallaqlı, 3-də qazma, 4-də Qobustan, 5-də də Buzeyirdir. Yəni bunların hər birinin özünün xas xüsusiyyətləri var idi. Lakin bunların ortaq xüsusiyyətləri bundan ibarətdir ki, əhalinin yaşaması üçün, yəni qədim insanların yaşaması üçün əlverişli bir ərazilər hesab olunurdu. Ona görə də insanlar bu ərazilərdə daha çox məskunlaşmışdılar. Daha sonra B-yə baxaq. B şəklində verilmiş yaşayış məskənləri haqqında hansı fikirlər deyə bilərsiniz? B şəklində görürük ki, baxın, elə ki, mətndə də qeyd olunur. Yəni Qobustandır və qayaüstü şəkillər təsvir olunmuşdur. Qobustan dedik ki, dünyada və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada insanlar qəbilə şəklində yaşayırlar. Hazırda qoruq kimi fəaliyyət göstərir. Yəni demişdik ki, insanlar qəbilə şəklində yaşayır və bir yerdə yaşayır və bir yerdə qidalanırdılar. Daha sonra F-ə baxaq. Tura Heydalın Qobustanda haqqında söylədikləri
hansı nəticəyə gəlmək olar? Yəni demişdi ki, mətndə də görünür ki, Norveçdəki şəkillərə uyğun gəldiyini bildirmişdi. Yəni biz buradan bir fikir çıxarda bilərik ki, həm Norveçdəki ərazi, həm də Qobustandakı ərazi eyni tarixi inkişaf dövrü keçirmiş və insanların yaşayış fəaliyyətləri bir-birinə oxşar olmuşdur. Daha sonra 2-yə baxaq. A xəritəsinə görə Bakı və Abşeron yarımadası əhalisi daha çox hansı qədim məskunlaşma mərkəzinə gələ bilərdi? Bu versiya Abşeronda hansı yerləşir? Abşeronda Qobustan yerləşir, yəni 4. Yəni hardan gələ bilər? Qobustandan gələ bilər Abşerona. Ona görə də burada düzgün cavabımız olacaq. Nə? Qobustan. Qobustan yaşayış məskəni. Sonra dərsimizdə davam eləyək. Abşeron yarımadası o cümlədən Bakı ərazisi qədim məskunlaşma mərkəzlərindən biridir. Burada orta əsrlərdə kəndlər yaranmış və sonradan Bakı şəhəri formalaşmağa başlamışdır. Bakının böyüməsi ilə müxtəlif tarixi proseslərlə bağlıdır. Dedik ki, Abşeron yarımadası və o cümlədən Azərbaycanda qədim məskunlaşma mərkəzlərindən biridir. Burada birinci kəndlər yaranmışdı. Yəni əvvəlki urban və rural dərslərindən bilirik. Birinci kəndlər yaranır, sonra onlar böyük qəsəbələr və qəsəbələr də böyük şəhərlərə çevrilir. Yəni burada da eyni artıcılıq burada da özünü göstərir. Yəni birinci kəndlər yaranır və sonra böyük qəsəbələr və Bakı şəhəri formalaşmağa başlamışdı. Sonra Şirvanşahlar Sarayı burada görürsünüz C şəklində. Şirvanşahlar Sarayı 13 və 14-cü əsrlərin abidəsidir. Daha sonra baxın 20-ci əsrdən sonra başlayaraq Bakı şəhərinin əhalisi sürətlə artmağa başladı. Yəni dünyada olduğu kimi, yəni 20-ci əsrdə, yəni necə deyim, 1901-ci il nəzərdə tutulur da, yəni 21-ci əsrdə 1901-ci dayanın, bu 20-ci əsrdə, 2001-ci ildən sonra başlayaraq, üzrlü sayın, 19-cu əsrdən sonra başlayaraq Bakı şəhərinin əhalisi sürət artmağa başladı. Rəqəm rəsmən səhv oxudum, üzrlü sayın. Yəni bu 19-cu əsrdir. 19-cu əsrdən sonra sürət artmağa başladı Azərbaycanın başqa ərazilərindən. Şəhərə xeyli köç başladı. Bunun da səbəbi iqtisadi səbəblərlə bağlı idi. 20-ci əsrin ortalarından Bakı Azərbaycan iri sənaye, mədəniyyət və təhsil və elm mərkəzlərinə çevrildi. Bunun da səbəbi Bakıda neft quyularının tapılması idi. Yəni iqtisadi səbəblərdən biri neft quyularının tapılması, ixtisaslı kadrları və təhsil inkişaf etməsi idi. Sonra 1958-ci ildə Bakı bulvarını görürsünüz şəkildə, D şəklində. Hazırda Bakı Qafqazın ən böyük şəhəridir. Şəhərdə qeydiyyatda olan əhalinin sayı 2,4 milyon nəfərdir, yəni 2,4 milyon nəfərdir. Bakı həm tarix, həm də modern üsulda inşa edilmiş çox mərtəbəli binalar olduğu müasir şəhərdir. Burada dövlət idarə etmə binaları, böyük biznes mərkəzlər, universitetlər də vardır. Son illərdə Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Məsəl üçün biz burada hansı tədbirlər deyə bilərik? Avroviziya mahnı müsabiqəsini deyə bilərik 2012-ci ildə, 2015-ci ildə Avropa oyunlarını deyə bilərik, 2017-ci ildə İslam həmrəylik oyunlarını, sonra isə son illərdə isə, keçən il isə 2025-ci ildə ən mühüm tədbirlərdən biri olan BMT-nin ətraf mühit tədbiri idi. Yəni COP-u biz burada misal göstərə bilərik. Sonra fəaliyyət suallarına baxaq. Deyir ki, burada nə deyir bizdə? C, D və Y şəkillərinə əsaslı sualları cavablandırın. Baxın, bu bizdə C şəklimiz, D şəklimiz və Y şəkillərimiz arasında hansı fərqləri vardır? Baxın, fikir verirsə, C-də Şirvanşahlar Sarayı təsvir olunub. 13-14-cü əsrə aid tarixi abidəsidir və orta əsrlər dövrünə aiddir. Sonra Bakı bulvarı təsvir olunub 1958-ci ildə. Yəni 20-ci əsrin tarixi abidəsidir və müasir üsulda tikilmiş Alov qüllələri bölümü 2024-cü ildə. Yəni bu da müasirdir. Yəni biz Bakının qədimdən yəni müasirə doğru inkişaf etdiyini görürük. Sonra B-yə bax, Bakı şəhərinin inkişafı hansı amillər olmuşdur? Bakı şəhərinin amilləri təbii ki, burada kitabda qeyd olunur. İqtisadi amillər idi. İqtisadi amillərdə nə idi? Başda Azərbaycan iri sənaye, mədəniyyət, təhsil və elm mərkəzinin çevrilməsinə səbəb olmuşdur. Yəni iqtisadi amillərdə bunu gətirib çıxarmışdı. Siz tarix dərslərindən də bilirsiniz ki, Bakıda neft quyuları, sonra sənaye obyektləri, zavodlar və digər fabrikə açılması tarix dərsində də qeyd olunur. Siz oradan da oxuyub əlavə məlumatlar ala bilərsiniz. Sonra baxaq görək, Bakıda keçən hansı beynəlxalq tədbirlər misal göstərmək olar. Məsələn, biz demişdik, dərsin
mətnin sonunda 2012-ci ildə Avroviya zamanı müsabiqəsi, 2015-ci il Avropa oyunları, 2017-ci ildə Bakı İslam oyunları, sonra hər il keçirilən Formula 1 yarışını və 2025-ci ildə BMT nəticəli proqramının çərçivəsində COP tədbirində qeyd etmək olar. Daha sonra 5-ə baxır. F qrafikinin əsası sualları cavablandırır. 1939-1959-cu il arasında Bakı əhalisi necə dəyişmişdir? Fikir verirsə, qrafikdə 40-cı və 50-ci il arasında əhali azalmağa başlamışdır. Bunun səbəbi də 2-ci Dünya müharibəsi baş verməsidir. Yəni əhali, kütləvi insan tələfatı baş vermişdir. Ona görə də dünyada olduğu kimi Azərbaycanda da əhali azalmağa başlamışdır. Sonra hansı ildə Bakı əhalisi davamlı artmağa başladı? Bunu da əlaqələndirmək olar. Bakı şəhərinin əhalisi 20-ci əsrdən etibarən dünyada olduğu kimi əhalinin sayı artmağa başlamışdır. Hal-hazırda əhalinin sayı artmağa başlayıb, lakin son illərdə əhalinin sayı durğunlaşmağa baş verir. Yəni bu da dünyada olduğu kimidir. Dünyada baş verən proseslərdə olduğu kimidir. Yəni 20-ci əsrdə əhalinin təbii artımı sürət artmağa başlayır. Sonra 2-ci Dünya müharibəsində nisbətən azalır və yenidən əhalinin təbii artımı azalır. İndi isə hal-hazırda durğunluq dövrüdür. Durğunluq dövrüdür. Əhalinin təbii artımı yəni nisbətən daha stabil artır. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.